Salam, mənim adım Günay Essədir. Mən kvant metodları vasitəsilə insanların həm ruhsal, həm fiziksel, həm də duygusal şəfalanmasına yardım edirəm. Bugün səninlə aura bədəninin, energetik bədəninin təmizlənməsi və energetik mərkəzlərin, çakraların dəngelənməsi, balanslanması üçün bir meditasiya edəcəyik. Bu meditasiyanı yatmadan öncə edə bilərsən. Səhər və axşam etsən daha yaxşı olar. Ən azı həftədə bir dəfə etmən önəmlidir. Hazırsansa başlayaq. Rahat şəkildə əyləş. Əllər və qollar açıq vəziyyətdə olsun. Heç bir yerini bağlama. Əllərini, ayaqlarını kəsişdirmə ki, enerji bütün hüceyrələrinə rahat bir şəkildə axsın. Rahat bir şəkildə otur və gözlərini bağla. Dərin bir nəfəs al və nəfəsini ağzından burax. Burnundan uzun və dərin bir nəfəs al və ağzından bu nəfəsi burax. Bir daha. Burnundan dərin və uzun bir nəfəs al və ağzından bu nəfəsi burax. Çox gözəl. İndi bir daha burnundan dərin bir nəfəs al və nəfəsini saxla. 1, 2, 3 və ağzından nəfəsi burax. Bir daha burnundan dərin nəfəs al, nəfəsi tut. 1, 2, 3 burax nəfəsi. Əla. Bir daha burnundan dərin nəfəs al və nəfəsini tut. 1, 2, 3 və nəfəsini burax. Əla, çox gözəl. Bədəninə yığılmış nə qədər negativ enerji varsa onların hər birini sanki nəfəs alarkən ağzından buraxırsan. Burnundan sanki içəriyə ışıq kimi bir enerji gedir və ağzından bunu boz renk tüstü kimi buraxırsan. Burnundan ışıq kimi bəmbəyaz bir enerji girir. Ağzından bunu boz tüstü kimi buraxırsan. Burnundan dərin bir nəfəs al yenə. Işığı doldur. Ağzından boz duman kimi həmin o enerjini üfür. Əla, çox gözəl. İndi bədənində olan bütün ağrıları, narahatçılıqları, bütün negativ enerjilərin hər birini bir mərkəzdə topla və dərin bir nəfəs al və onda həmin o enerjini burax ayaqlarının altından torpağa. Burax girsin torpağa bütün negativ enerjilər ayağının altından sanki bir portal açılır və hər biri yerin ən dərin qatlarına doğru gedir. Afərin. İndi yuxarıdan başının təpə nöqtəsindən bədəninə gözəl bir ışıq, nur enerjisi girəcək. Yuxarıdan başının düz ortasından sanki bir ışıq duşu var. Bir ışıq duşu alırsan. O ışıq başından süzülür üzünə, çiyinlərinə, sinənə, qarnına, ayaqlarına, sağdan, soldan, öndən, arxadan, daxildən və xaricdən bədənini yuyur və təmizləyir. Bu gözəl ışıq nuru sənin bədənini pozitiv enerji ilə doldurur, təmizləyir və qorumaya alır. Bu gözəl ışıq başının təpəsindən düz ayaqlarının ucuna qədər gəlir. Ayaqlarını, dabanlarını, topuqların, dizin, ayaqlarında olan bütün nöqtələr bu gözəl ışıqla əhatə olunur və bu gözəl ışıq ayaqlarında tutduğun bütün yükləri, bütün orada daşıdığın ağırlıqların hər birini yox edir. Bu möhtəşəm ışıq topu artıq çanaq nahiyəsinə doğru gəlir
ve orada kök çakranı temizleyir. Orada kırmızı renk saf enerji doldurur. Burnundan kırmızı bir ışıkla nefes al ve kırmızı ışıkla nefesi ver. Kırmızı rengi görmeye çalış. Burnundan kırmızı bir ışıkla nefes al ve kırmızı ışıkla nefesi ver. Ayaklarından düz çanak nahine kadar o kırmızı rengin dolduğunu hisset. Burnundan kırmızı nefesi al, doldur çanak nahine. Bağırsaklarına, ayaklarına. Aferin. İndi bu ışık topu daha da yukarıya doğru çıkır ve artık karnına doğru gelir. Karın əzəllərini serbest bırak, rahatlat, gevşet. Bu güzel ışık enerjisinin karnına dolup, oradaki bütün negatif enerjileri temizleyip, yerine narıncı renk alovlu bir enerji doldurduğunu hisset. Kök rengi, narıncı rengi təsəvvür et. Burnundan narıncı bir nefes al ve narıncı nefesi ver. Burnundan narıncı nefes al. Doldur o narıncı nefesi bütün reproduktif organlarına. Göbek deliğinin aşağısına doldur bu güzel narıncı enerjini. Aferin. İndi bu güzel ışık artık mədənə doğru çıkmaya başlayır. Mədənin etrafındaki bütün toxumaların rahatladığını, mədənin etrafındaki organların en derinden rahatlandığını hisset. Artık bu güzel ışık enerjisi sapsarı güneş rengi kimi mədənə dolmağa başlayır. Sarı rengi təsəvvür et. Həzm edə bilmədiyin bütün duyguları, emosiyaları, sözləri, enerjiləri bu gözəl ışıq təmizləyir və yerinə sarı, saf bir enerji doldurur. Burnundan sarı bir nəfəs al və nəfəsi ver. Burnundan sarı bir nəfəs al, o sapsarı enerjini mədənə doldur. Mədənin divarları, hüceyrələri, hər bir mədənin toxuması, zərrəsi bu gözəl, saf, sarı enerji ilə dolur və möhkəmlənir. Aferin. İndi bu gözəl ışıq topu yuxarıya, ürəyinə doğru yüksəlməyə başlayacaq. Ürəyinin ətrafındakı bütün hüceyrələri bu güzel ışığın əhatə ettiğini hisset. Qəlbinə sanki yamyaşıl bir renk dolur. Yamyaşıl rengi təsəvvür et. Burnundan yaşıl bir nefes al. Ve o yaşıl rengi doldur ürəyinə. Doldur bu güzel yamyaşıl rengi qəlbinə. Nəfəsin rahat bir şekilde axmağa davam eləsin. Döş qəfəsin en derinden rahatlasın. Fikrini ver ürək döyüntülerine. Ürək döyüntülerinin bu güzel yaşıl ışıqla dolduğunu ve rahatladığını, yavaşladığını hisset. Artık bu ışık enerjisi biraz daha yukarıya doğru çıkır. Çiğinlerini, kollarını, ellerini, parmaklarını sarır, sarmalayır, yumşaldır ve ahırlaştırır. Çiğinlerini rahat bırak, koy aşağı düşsün çiğinlerin. Varsa orada tuttuğun yüklerin, bırak onları, serbest bırak. Artık hiçbirini saklamağa gerek yoktur. Rahatla, rahatla ve dincel. Bu güzel enerjini doldur bütün bedenine.
boğazına qədər bu gözəl rənglər çıxmağa başlasın. Boynunu, boğazını bu gözəl, saf enerji sarıb sarmalasın və orada gözəl mavi bir rəng yaratsın. Burnundan mavi bir nəfəs al. Doldur ora mavi rəngi. Bax gör mavinin hansı çalarını görürsən. Bax gör bu göy yüzü səma rəngidir, yoxsa firuzəyi rəngdir, turkuaz rəngdir. Hansı rəngi görürsən boğazında? Bu gözəl mavi rəngi doldur boğazına, boynuna. Oradakı bütün hüceyrələri ən dərindən rahatla, təmizlə. Ağzın, çənən, dilin, dişlərin, damağın, qulaqların ən dərindən rahatlasın və gevşəsin. Fikrini ver burnuna, diqqətini ver burnuna. Hər nəfəs alışında burnuna dolan soyuq havanı hiss et. Burnuna dolan havanı hiss et. Bax gör otağında temperatur necədir? Bax gör otağında hava istidir, yoxsa soyuq? Otağında temperatur qurudur, yoxsa rütubətli? Bax gör otağında hansısa qoxu var. Diqqətini ver burnunun ucuna. Burnunun ucundan bu gözəl enerjinin gözlərindən keçib iki qaşının ortasına qədər çıxdığını hiss et. Bu gözəl mavi enerjinin artıq alnında olduğunu təsəvvür et. Və artıq bu mavi rəng tündləşib göy rəngə çevrilib. Gözlərinin, qaşlarının, gözlərini əhatə edən bütün əzələlərin ən dərindən rahatladığını hiss et. Qaşlarını çatmısansa rahat burax. Burax qaşlarını. Burax, yumuşalsın və dincəlsin. Rahatlasın. Ora həbs etdiyin bütün duyğuları sərbəst burax. Qaşların ortasında bu gözəl göy rəngi hiss et. Göy rəngi nəfəs al və bu gözəl göy rəngi doldur qaşların ortasına, alnına. Afərin. Artıq enerji topu bütün başını sarıb sarmalayıb. Baş dərin, saçların, başın artıq gözəl bir enerji ilə əhatə olunub. Bax gör başında bənövşəyi bir rəngi görə bilirsən. Bu bənövşəyi rəng yasəmən rəngi də ola bilər, tünd rəngidə də ola bilər. Burnundan bənövşəyi bir ışığın, nəfəsin dolduğunu hiss et. Doldur bu gözəl ışığı başına. Afərin. İndi artıq ən dərin rahatlamadasan və artıq bütün energetik mərkəzlərin aktiv şəkildədir. İndi biz bütün bu çakraları, energetik mərkəzləri bir-biri ilə balanslayacağıq. İndi təsəvvür et ki, başının təpə nöqtəsindəki o bənövşəyi işıqla qasığın arasındakı qırmızı işıq eyni məsafədə, eyni horizontal, eyni səviyyədə dayanıb. Düz başının təpə nöqtəsində bənövşəyi işıq var və ayaqlarının arasında qırmızı bir işıq. Ayaqları, əllərini qoya bilərsən həmin yerə. Bir əlin başının ortasında, təpə nöqtəsində, əmgə hissəsində, sol əlin, sağ əlin kök çakra, qasıq hissəndə. Hər ikisində o enerjini hiss et. İndi sağ əlini biraz yuxarı qaldır. Göbək dəliyindən 2 barmaq aşağıya.
və digər əlinin, sol əlin alnında olsun. Və burada enerjilərin balanslaşdığını, dəngələndiyini hiss et. Dərin nəfəs al, ver. İndi sağ əlini qaldır, sürüşdür yuxarıya. Əlin dərinə dəysə daha yaxşı effekt verər. Sənin əllərində enerji kanalları var. Allahın sənə verdiyi o enerji hər kəsə verib. Sadəcə insanlar istifadə etməyi bacarmalıdırlar. Ovucularının içində bu enerjini hiss et. Sağ əlin mədəndədir, sol əlin boğazının üstündə. Boğazının altındakı enerjini hiss et. Mədəndəki enerjini hiss et. İkisi də eyni məsafədə olmalıdır. Əlini hər bir energetik mərkəzə apararkən oranın soyuq yoxsa isti olduğuna diqqət ver. Afərin. İndi hər iki əlini sinənə qoy, ürəyinə qoy. Hər iki əlin sinənin ortasında olsun, qəlbində olsun. Artıq ürəyində böyük bir, güclü, gözəl elektromagnetik bir sahə yaranıb. Bu gözəl ışığın, rəngbərəng ışığın bədəninin ətrafını sardığını, səni əhatə etdiyini hiss et. Artıq bədənin sanki bir qorumanın içinə girir. Bədənin sanki gözəl bir ışıqdan yumurtanın içinə girib və özünü bu enerjinin içində təsəvvür et. Sən artıq qorumadasan. Sənin bədəninə bundan sonra heç bir negativ enerji girə bilməz. Sən artıq qorumadasan.